Bu, oğlumu qucağıma aldığım günün vloquudur. Əgər bu seriyanın əvvəlki hissələrini izləmisinizsə, bilirsiniz ki, ikinci övladımı dünyaya gətirməyə hazırlaşırdım və nəhayət o gün gəlib çatdı. Həkimin qərarı ilə 37 həftə 6 günlükdə keysəriyyə əməliyyatı planlaşdırıldı. Əməliyyatdan bir gün əvvəl qida qəbulunu dayandırdım, səhər isə xəstəxanaya yollandıq. Hazırlıqlardan sonra spinal anesteziya ilə əməliyyata başlandı. Açığı, düşündüyüm qədər nə qorxulu, nə də ağrılı oldu. Əməliyyat başlayandan cəmi 15 dəqiqə sonra artıq oğlumu qucağıma almışdım. O an bütün hamiləlik boyu yaşadığım çətinliklər bir anda unuduldu. Allah bu hissi arzulayan hər kəsə nəsib eləsin. Xəstəxanada 3 gecə 4 gün qaldım. İlk gün yalnız banan və yoğurt yeməyə icazə var idi. Sonrakı günlərdə isə daha yüngül, köp yaratmayan qidalar verilirdi. Yeri gəlmişkən yeməklər çox dadlı idi. Əməliyyat olunduğum günün axşamı artıq xəstə baxıcısının köməyi ilə ayağa qalxdım. Düzünü desəm, bu mənim üçün ən çətin anlardan biri idi, amma keysəriyyədən sonra ayağa qalxmaq və hərəkət eləmək sağalmağın ən vacib hissələrindəndir. Ertəsi gün isə artıq özüm sərbəst gəzirdim. Bu videoda da həmin anları görürsüz. Hər gün həkim gəlib vəziyyətimizi yoxlayırdı. Sonra isə ən gözəl an gəldi. Həyat yoldaşım, qızım və oğlumun nənəsi bizi görməyə gəldilər. Qızımın qardaşını gördüyü an isə mənim üçün ən xüsusi anlardan biri idi. Bir də mənə göndərdiyiniz güllər, mesajlar və dualar. Hamınıza ürəkdən təşəkkür edirəm. Dəstəyinizi həqiqətən hiss elədim. Bu kadrlarda isə artıq biz birlikdə evə gedirik, amma ondan əvvəl mən saçı və makiyajı özüm o qədər də yaxşı bacarmadığım üçün Günay xanım məni gözəlləşdirir. Xəstəxanada olduğum günlərdə oğlumu qucağıma alıb evə gedəcəyim anın xəyalını qururdum. Çox şükür o günü də yaşadıq. Evə çatanda isə Dolçeria'nın bizim üçün hazırladığı ləzzətli tort bizi qarşıladı. Həm görünüşü, həm də dadı möhtəşəm idi. Onların səhifəsini də burada işarə eləyəcəm. Bu kadrlarda isə babası azad oxuyur və oğlumuzun adını qoyuruq. Beləcə bu seriyanın da sonuna gəldik, amma bununla bitmir. Növbəti videoda sizə çox maraqlı bir mövzudan danışacağam.